Hörmətli izləyicilərim, bilirsiniz ki, mən 3 dəfə bir xəstə qadını ictimailəşdirmişəm öz səhifəmdə. Qadın adı Günəşdir. Günəşin familiyası necə getdi? Rəhimova Günəş. O Rəhimova Günəşgili əslən Ağdamdandılar, amma o 90 neçənci ildən buradasınız? 94-dən bax bu evdə gəlib məskunlaşıblar, zirzəmidir. Metro Nərmanova yaxın bir yerdir. Bax, kimin evində dəmir çarpayı var? Heç kimin. Amma Günəş xanımgilinin maddi durumu o qədər aşağıdır ki, bax, gəliblər, burada məskunlaşıblar. Bu da onların yaşayışı. Hələ də dəmir çarpaylar, zirzəmidə, bax, yerə daşdır. Niyə görə mən bu xanımın mənzilinə gəlmişəm? Niyə görə bu xanımla görüşə gəlmişəm? Xəstədir. Vəziyyəti kritikdir və bir TV, Met TV, internet üzərində, bəli, internet üzərində qurulmuş bir TV-dir, Met TV. Onunla müqavilə bağlayıb 2500 manat alıb ki, səni əməliyyat edəcəyik. Bax. Bizimlə dəyiş proqramı Hidayətova Rəna Amil qızı. Müqaviləsində sizə, bu bizim sizinlə 4-cü çəkilişimizdə əslində. Buyurun. Mən yenə o müqaviləni göstərirəm. Çəkin Sara xanım. İmza olan yerin göstərir. Bəli, əlbəttə, buyurun. Buyurun. Gördüm. Amma onu da deyim ki, Günəş xanım, siz bilirsiniz də, Rəna xanım gəli, onun hüquqlarını müdafiə edən şəxs mənə zəng vurub bir neçə dəfə, mənə də təhdid edib. Və məni uzaqlaşdırmaq istəyir ki, siz bu xanımı niyə müdafiə edirsiniz? Madəm uzaqlaşdırmaq istəyirsə, 2500 manat bunların pulu olmadığı halda nəyin bu qədər mücadeləsini verib, o pulu verməmək üçün... Xəstə göstərin. Mən sizi yataqda gördüm, amma dedim ki, durun, əyləşin. Nədir? Xəstəlik. Mənim qarnımda yırtıqlarım var. Göstərin, xahiş edirəm. İzləyicilərdən üzr istəyirəm. Bax, bu xanım gənc bir xanımdır. Buyurun, buyurun. Baxın bu xanımın vəziyyətinə. Bu xanım təcili əməliyyat olunmalıdır. Bəli, mən bunun üçün vermişəm o pulu. Qadın xəstəliklərim də var. Bunun üçün verdim. 3 dəfə mənim əməliyyatımı təxirə saldı, pulumu geri istədim, vermədi. Çünki ən başından bu insanların nə əməliyyat etdirmək kimi necə deyim, potansiyeli yox idi. Əgər olsaydı, 3 dəfə bu əməliyyat təxirə salınmazdı. Bir dənə qarnınızı bir də göstərin və oturanda, nəfəs alanda, siz dediniz axı, mən otura bilmirəm. Bəli, oturub qalxa bilmirəm, buyurun. Mən fiziki olaraq iş bir də durun ayağa. Rəna xanım, Rəna Hidayətova. Rəna xanım Hidayətova. Baxın bu xanımın, Günəşin, baxın vəziyyətinə. Nəfəs ala bilmir, otura bilmir, dura bilmir, heç yerdə işləyə bilmir. Çünki deyir ki, əyləndə əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Sizin hüquqlarınızı müdafiə edən bir şəxs mənə zəng vurur, deyir ki, siz geri çəkilin. Bu xanımı müdafiə etməyin. Niyə? Bu qadının günahı nədir? Bu qadın xəstədir. Bax, əziyyətlə əyləşib burada. Hörmətli izləyicilərimiz, siz gördünüz. Siz bu qadının özü də Ağdamdandır, zirzəmidə yaşayır. Bax, bu onun evi. Harada dəmir çarpayı var? Rəna xanım, harada çarpayı var? Dəmir çarpayı. Ancaq görün, bax, maddi durumu aşağıdır. Rəna xanım, insafınız olsun. Xahiş edirəm. Məni məhkəmədən qorxudursunuz, hədəliyirsiniz. Etməyin bunu. Verin məhkəməyə, mən qorxmuram. Amma sadəcə olaraq bu qadın, baxın, bu qadın nə vəziyyətdədir? Əlacsız qalıb. Sizi məhkəməyə verən Rəna Hidayətova Amil qızı, Medikal TV-nin bizimlə dəyiş və Med TV-nin yeni səhər aparıcısı olan xanım və bu xanımı müdafiə edən hüquqşünas. 2500 manatı verməməniz siz hara qədər və ödətdirdiyiniz kreditin, hələ digər maddi zərərlərinizi demirəm, hara qədər siz bunun mücadeləsini verəsiniz. Mən sizdən öz haqqımı istəyirəm. Sizsə məni sosiallaşdıran bu xanımı təhdid edirsiniz. Onun çevrəsindəki insanlara zəng edib təhdid edirsiniz. Siz nə eləmək istəyirsiniz? Cəmaət sizə verdiyi pulu geri istəyir. Mən sizə verdiyim pulumu geri istəyirəm. Günəş xanım, bir də durun ayağa, əziyyət olmur. Göstərin qarnınızı. Mən Səhiyyə Nazirliyinə. Buyurun. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə. Mən təbbə müraciət edirəm. Mən peşəkar həkimlərimizə müraciət edirəm. Bu xanıma gəlin kömək edək. Bu xanımın vəziyyəti ağırdır, nəfəs ala bilmir, çətinliklə yeriyir. Bunu aldadıblar, 2500 pulunu da alıblar əlindən. İndi bu xanım əməliyyat olunmalıdır. Mənə vurulan Daxili İşlər Nazirliyinə dəfələrlə də müraciət etmişəm. Bir daha müraciət edirəm. Bəli. Dövlət Təhlükəsizlik Xidmətinə, banditizmlə mücadiləyə Mən inanıram ki, onların, təbii ki, onlar cavab verəcək sənə. Deyir ki, mənim jurnalistika həyatım, sənin jurnalistika həyatın dediyin şey mənim bir ildir
həyatımı məhv eləyibdi. Əzizim. Sənin bunu məhv eləməyə haqqın yoxdur. Müraciət etdiyin güc nazirlikləri var. Mən inanıram ki, inşallah bu günlərdə sənə cavab verəcəklər. Rəna xanım, biz sizdən cavab gözləyirik. Qarşı tərəf olaraq məni axtara bilərsiniz, mən də sizi axtara bilərəm və cavab deyin. Bu xanıma bir cavab deyin. Hörmətli izləyicilərimiz, bu xanıma görə hansı ki qarnını belə deyərdim də bu hissəni göstərdi, ona görə sizdən üzr istəyirəm. Bu xanıma dəstək lazımdır.